misal olarak şeytan. Allah subhanahu wa ta'ala bize şeytanı misal seçir. İz qâle lil insani ukfur. O insana deyər, kafir ol. Və yaxud da küfr et. Şeytan insana deyər ki, kafir ol. Fələmmə kəfərə qalə inni bəri'un minkə və inni əxafullaha rabbal aləmin. İnsan küfür etdikdə şeytan deyər ki, mən səndən bəriyəm. Və mən aləmlərin Rəbbi olan Allahdan qorxuram. Allah subhanahu wa ta'ala bunu bizə zikr edir. Yəni şeytan insana şirki küfrü təlqin edər. Lakin insan doğrudan da Allaha küfr etdikdə, Allaha şərik qoşduqda şeytanın həmən insana verdiyi hökm nədir? İnni bəri'un minkə, mən səndən bəriyəm. Bəraətini dərhal bildirər. Və şeytan bu bəraətini bildirməkdə isabətlidir, düz edir. Və bu da onu göstərir ki, müasir cəhmi, müasir cəlcisi firqələri bu məsələdə iblisin özündən də sapırdılar. İblis belə insana şirk küfür etdikdə öz bəraətini bildirir. Həm bu dünyada bildirir, həm də ahirətdə bildirəcək. Allah subhanahu wa ta'ala başqa bir ayətdə iblisin qiyamətdə cəhənnəm əhli cəhənnəmə varid olduqdan sonra insanlara, yəni küfr əhlinə cəhənnəmdə verəcək xütbəsindən bir hissəni ayətdə bizə zikr edir. Allah subhanahu wa ta'ala buyurur ki, وَقَالَ الشَّيْطَانُ لَمَّا قُضِيَ الْأَمْرُ إِنَّ اللَّهَ وَعَدَكُمْ وَعْدَ الْحَقِّ وَوَعَدتُّكُمْ فَأَخْلَفْتُكُمْ وَمَا كَانَ لِي عَلَيْكُمْ مِنْ سُلْطَانٍ إِلَّا أَنْ دَعَوْتُكُمْ فَاسْتَجَبْتُمْ لِي فَلَا تَلُومُونِي وَلُومُوا أَنفُسَكُمْ مَا أَنَا بِمُصْرِخِكُمْ وَمَا أَنْتُمْ بِمُصْرِخِيَّ إِنِّي كَفَرْتُ بِمَا أَشْرَكْتُمُونِي مِنْ قَبْلِ İnnə zalimina ləhum əzabun əlim. Allah subhanahu wa ta'ala deyir ki, o zaman ki hökm verildi, yəni cənnət əhli cənnətə, cəhənnəm əhli cəhənnəmə. O zaman ki hökm verildi, şeytan deyəcək, yəni iblis. Allah sizə doğru vəd vermişdir. Lakin mən sizi aldatmışdım. Və mənim sizin üzərinizdə heç bir hakimiyyətim yox idi. Yalnız mən sizi dəvət edirdim. Siz də mənim dəvətimə icabət edirdiniz. Diqqətli olun. İblis cəhənnəm əhlinə xisab edəcək ki, Allah sizə düz vəd vermişdi, lakin mən sizi aldatmışdım. Mənim sizin üzərinizdə heç bir hakimiyyətim yox idi. Sadəcə sizi dəvət edirdim, siz də icabət edirdiniz. Mən sizi xilaf edə bilmərəm bugün, siz də məni xilaf edə bilməzsiniz. Və məsələyə aid olan hissəsi. İnni kəfərtu bimə əşrəktumuni min qabli. Mən əvvəlcədən də sizin Allaha şərik qoşmağınızı, məni Allaha şərik qoşmağınıza küfr etmişdim. Yəni dünyadaykən. Zalimlar üçün, yəni müşriklər üçün ağrınızda əzab vardır. Şeytan həm bu dünyada, həm də ahirətdə şirk edən insana, küfr edən insana həm təkfir hökmünü, həm də bəraətini bildirir. Allah subhanahu wa ta'ala da bunu Quran-ı Kərimdə bizə bildirir. Şirk edən kədə, küfr edən kədə bu hökmü verən iblis insanların indi dilində çox gəzən məsələnin çoxsunun mahiyyətindən anlayışı olmayan kəslərin birinci, ikinci, üçüncü, beşinci deyə saydıqları riyazi rəqəmlərdə ikinci yerdədir. Və cəhaləti də ödür görmür iblis.